telefonu tuturlar, baxın. Qaz, işıq, istilik təchizatı bahalaşdı. Tarif Şurası yeni ilin ilk günlərində bahalaşma xəbərini açıqladı. Çevrildi arkaya dərhal. Birdən-birə qışqırdı ki, Bəxtiyar Hacıyev tullandı üstümə. Yaşasın işçilər. Ötələməyin məni. Fərid! Jurnalisti bir növ özlərinin mirrəsi kimi, katibi kimi görmək istəyirlər. Bu ölkədə hazırda 25 dənə jurnalist həbsdədir. 26-cı da yəqin ki, mən olacağam. Bizi həbs eləməklə dəyişdirmək istədiyi bir həqiqət ki var, onu dəyişdirə bilməyəcək. Turan İnformasiya Agentliyi mövcud formatda fəaliyyətini dayandırır. Jurnalistlərin sayı az, çətinlik, sürünə-sürünə bax belə vuruşa gedir. BBC News Azərbaycanca Bakıdakı ofisini bağlayır. Bloomberg Agentliyinin Azərbaycanda müxbir akkreditasiyası ləğv edilib. Erasmus Plus is the EU program for education, training, youth and sport. Artıq Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı ofisi yoxdur. Bizə təəssürat yaranırdı ki, bizim fəaliyyətimiz nəzarət altındadır. Yerli QHT-lərin müşahidə aparması üçün, yəni Ədliyyə Nazirliyinin qeydiyyatdan keçməlidir. Diplomatiya əldə olan resurslara görə fəaliyyət göstərir. İndiki məqamda ekstradisiya məsələsini Avropa məhkəməsi dayandırdı, qadağa qoydu. Azərbaycanda BMT-nin bir sıra ofisləri ard-arda fəaliyyətlərini dayandırdıqlarını elan etdi. BMT-nin 4 təşkilatı, İnkişaf Proqramı, Əhali Fondu, Qaçqınlar üzrə Ali Komissarlığı və Uşaq Fondu, UNICEF Azərbaycanda ofislərinin bağlanması barədə rəsmi açıqlama yayıb. Jurnalist Ülviyə Əli Meydan TV işi üzrə həbs edilib. Gecə saatlarında saxlanılan jurnalist mayın 7-sində Xətai rayon məhkəməsinə gətirilib. Mən hiss edirdim ki, bununla bağlı müəyyən reaksiyalar olacaq. Təbii ki, bu reaksiyaların həbs səviyyəsində olacağını gözləmirdim. Necə olacaq? Özünü təqsim Abzas media işi üzrə həbs olunan 7 nəfərə hökm oxunub. Sevinc Vaqif qızı Ülvi Həsənli, Hafiz Babalı, Fərid Mehrazzadə 9 il, Nərgiz Absalamova, Elnarə Qasımova 8 il, Məhəmməd Fikalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sputnik Azərbaycan redaksiyasının əməkdaşları binadan bu formada çıxarılır. Repressiyalar indi yeni deyildi Azərbaycan tarixində. Hökumətin korrupsiyaçı mahiyyətini faktoloji əsaslara söykənən araşdırma materialları ilə tirajlayıb. Tarif Şurasının iclasında əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi tənzimlənib. Artıq bir dəfəlik gediş haqqı 10 qəpiyə artaraq 60 qəpiyə oldu. Nə qədər bura üçün nə qədər vuruşmuşdur. Çoxdan da bir neçə ildir gəlmirəm. Yəni əvvəllər günə bir dənə KAMAZ çıxır.
Avropa Məhkəməsinə bununla bağlı şikayətimiz var. Artıq o şikayət qeydiyyata alınıb. İndi növbəti dəfədə başqa bir qurban seçiblər. Azərbaycandan tranzit keçməklə buğda yüklü qatar Ermənistana gedib. Nə zaman, hansı bəhanə ilə həbs olunsam, dəqiq bilin ki, bu şərləmədir. 3-dən 5-dən gözümüzü qorxulamaz, lakin mübarizəni gerirsək, yaxud da biraz yumşalaq. AKT Minsk qrupu rəsmən fəaliyyətini dayandırdı. Qarabağ münaqişəsi zamanı status quo qəbul edilməzdi deyə bəyanat verən bu qrupun nümayəndələri bir müddət sonra sözlərini dəyişdilər. Dekabrın 12-sində Bakı Ağır Cinayətlər Məhkəməsində Meydan TV işi üzrə həbsdə olan 12 jurnalist barəsində hazırlıq iclası keçiriləcək. Konstitusiya və suverenlik ili münasibəti ilə amnistiya tətbiq edilən şəxslərin dairəsi müəyyənləşib. Gəl, biz mən bərzəni yazsam da, lakin bugünə kimi məni kimsə nə çağırmayıb. Since the beginning of 2025, the number of political prisoners in Azerbaijan had surged to nearly 400, targeting activists and researchers alike. Bakıda bildiyiniz kimi Ağır Cinayətlər Məhkəməsində mənə bir-iki maddə ilə nə bilim hakimiyyəti zorla ələ keçirmək və sair maddələrindən cinayətçi açıqlar, axtarışı verdilər, güya indi məhkəmə gedir. İlham Əliyev belə hesab edir ki, bu ölkədə hər nə varsa onundur, o cümlədən də müxalifət də onun olmalıdır. Son günlər mal ətinin, xüsusən erkək dana ətinin qiymətinin bahalaşdığı deyilir. Bəzi yerlərdə 16, bəzilərində isə kiloqram 17 manata təklif edilir. Xüsusi karantin rejiminin müddəti uzadılıb. Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 6:00-dək uzadılıb. Ölkə ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102% təşkil edib. 2025-ci il bazarlarda bahalaşma ili kimi yadda qalır. At ili gəlməmiş, artıq atın belinə qalxan isə qiymətlər.